xeyir əziz dostlar. Bu videoda mən birinci hissə güvən test toplusundan çevre üzrə bərabər sürətdə hərəkət bölməsinin period, tezlik və bucaq sürəti mövzusunun C variantının testlərinin izahını verəcəm. Videonu izlədikdən sonra bəyənməyi və kanalımıza abunə olmağı unutmayın. Deməli, əziz dostlar, 2024 və 2025-ci tədris ili üçün abituriyent hazırlığı qruplarımıza qeydiyyat davam edir. Siz də bizim dərslərə qoşulub uğurlu nəticə əldə etmək istəyirsinizsə, aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərsiniz. Birinci testimizdə deyilir. Çevre üzrə bərabər sürətdə hərəkət edən maddi nöqtənin fırlanma periodu 6 saniyədir. Maddi nöqtə A-dan D-yə nə qədər vaxtda gələr? Əziz dostlar, bu testin müxtəlif həll üsulları vardır. Biz ilk öncə bilməliyik ki, cisim A nöqtəsindən çıxıb bir periyod edərək A nöqtəsinə gəlmək üçün nə qədər vaxt lazımdır, onu da özləri verib, yəni 6 saniyə. Onda bu 4 bərabər hissəyə bölündüyünə görə 1, 2, 3, 4. Yəni çevrə 4 bərabər hissəyə bölünür. Onda ümumi zaman, yəni 6 saniyə 1/5-i A-dan B-yə, 1/5-i B-dən C-yə getməyə sərf olunacaq, 1/5 C-dən D-yə və 1/5 isə D-dən A-ya getməyə sərf olunacaq. Bizdən də nədir? A-dan hara gəlməyi deyir? A-dan D-yə gəlməyi deyir. A-dan D-yə gəlirəmsə, onda 1/5, 3 saniyə və bu D nöqtəsinə isə cəmi 4,5 saniyə vaxt lazımdır. Doğru cavab hansı variant oldu? C variantı. İkinci testdə deyilir. Çevre üzrə bərabər sürətdə hərəkət edən maddi nöqtə 30 dərəcəlik qövsü 5 saniyə dönür. Maddi nöqtənin dövrətmə periodunu tapın. Bizə bucaq sürətinin 2 düsturu lazımdır. Omega bərabər fi bölünsün T düsturu. Bir də 2 pi bölünsün, yəni periodla olan düsturu. 2 pi bölünsün T düsturu lazım. Bucaq sürətinin bu düsturlarının, yəni 2 hissəni, bu hissəni bərabərləşdirib periodu tapsa, onda bizə olacaq T bərabər 2 pi balaca T bölünsün nədir? Fi'yə. Yerinə qoya 2 pi vurulsun. T'miz neçə saniyə deyir? 5 saniyə deyir. Bölünsün. Fi isə biz bilirik də 30 dərəcə nə qədər verir? Fi bərabərdir. Pi bölünsün 6 deməkdir. Yəni bura pi bölünsün 6 yaza bilərik. Bu pi ilə pi getdi. Bizə neçə saniyə? 60 saniyə oldu. Doğru cavab hansı variant? D variantı. Növbət testimiz 3-cü testi. Verilmiş radiusuz çevre üzrə bərabər sürətdə hərəkət edən cismin bucaq sürəti 0,5 radyan bölünsün saniyə olarsa, bu cisim A nöqtəsindən B nöqtəsinə nə qədər vaxtda gələr? Bucaq sürətinin dönmə bucağı ilə olan düsturu var. Fi bərabərdir. Daha doğrusu omega bərabər fi bölünsün T'dir. Bu düsturdan T'ni tapsaq, fi bölünsün omega olacaq. Fi'miz 60 dərəcə bilirik də, pi bölünsün 3 deməkdir. Pi bölünsün 3, bir də omegadan neçədir? 0,5. Pi'nin yerinə 3 qoysam, 3 bölünsün 3, bölünsün 0,5. Bu 3 ilə bu 3 getdi, ixtisar bizə 2 saniyə verəcək. Doğru cavab hansı variant oldu? E variantı. Dördüncü testdə deyilir. Çevre üzrə bərabər sürətdə hərəkət edən cisim A nöqtəsindən D nöqtəsinə 15 saniyə ərzində gəlir. Cismin fırlanma periyod tezliyini hesablayın. A-dan D-yə 15 saniyə gəlirsə, deməli 1, 2, 3. 3 bərabər hissənin 15 saniyə. 5, 5, 5, onda burada 5 olacaq. Periyodumuz onda 20 saniyə olacaq. Və tezlik isə periyodun tərs qiymətinə bərabərdir. 1 bölünsün T olacaq. Aha, o da bərabər 1 bölünsün 20. Bu da bizə nə qədər verir? 0,5 saniyə üstü -1 verəcək. Doğru cavab hansı variant? A variantı. 5-ci testdə deyilir. Çevre üzrə hərəkət edən maddi nöqtənin bucaq sürətinin zamanda hansılıq qrafiki verilib. 8 saniyə ərzində radius vektorunun dönmə bucağını tapın. Əziz dostlar, biz bilirik ki, dönmə bucağı nə idi? Omeganın T'dən asılıq qrafikində, grafikin altında yaranan fiqurun sahəsi. Yəni, bucaq sürətinin zamanın asılıq qrafikində, grafikin altında yaranan fiqurun sahəsi bizə dönmə bucağına bərabər. Onda fi bərabərdir. Trapesiya, yəni bu fiquru bizə trapesiyanı verir.
Trapesiyanın sahəsini hesablamaq üçün otacaqlarını cəmləyirik. Böyük otacağı 8, kiçik otacağı 4-dür. 8 plus 4 bölünsün. Hündürlüyü isə neçə götürə bilərik? 3 vurulsun 3. 8-in üstünə 4 gəlsəm 12, 2-yə bölsəm 6, 3-ə vursam 18 radian. Doğru cavab hansı variant oldu? C variantı. Növbət testimiz 6-cı testdir. Dairəvi stadionun ətrafında A və B nöqtələri əks istiqamətlərdə bərabər sürətlə hərəkət edir. İlk dəfə deyib 5 nöqtəsində görüşən cisimlər ikinci dəfə hansı nöqtədə görüşər? Baxaq, ilk dəfə 5 nöqtəsindən görüşür. A cismi neçə bölgü gəldi? A cismi deməli 2 bölgü gəldi 5 nöqtəsinə gəldi görüşmək. Bəs B cismi neçə bölgü gəldi? B cismi isə neçə bölgü gəlir? 1, 2, 1, 2, 3, 4, 5, 6 bölgü gəldi. Deməli, B cismi isə 6 bölgü. İkinci səfər görüşmək üçün yenə A cismi 2 bölgü gələcək. B cismi isə yenə neçə bölgü? 6 bölgü gələcək. Və A cismi 2 bölgü gəldi 3 nöqtəsinə düşdü. Yenə eyni qaydada B cismi də 6 bölgü gələndə elə 3 nöqtəsinə düşəcək. İkinci səfər bu cisimlər elə neçə? 3 nöqtəsində görüşəcəklər. 7-ci testdə deyilir. Çeviri üzrə bərabər sürətlə hərəkət edən maddi nöqtənin dövrətmə periodu 1 saniyədir. Onun dövrətmə periodunu 3 saniyə artırsaq bucaq sürəti necə dəyişər? Yəni, əvvəlcə periodumuz T bərabərdir 1 saniyədir. Sonra bunu daha 3 saniyə artırdım. Onda T bərabərdir. Neçə saniyə olacaq? 1 plus 3 saniyə. O da bərabərdir 4 saniyə oldu. Deməli, əvvəl 1 saniyə idi, sonra oldu 4 saniyə. Neçə dəfə artdı? 4 dəfə artdı. Bucaq sürətini də düsturundan bilirik. 2 pi bölünsün T'dir. Periodla tərs asıdır. Əgər periodumuz 4 dəfə artıbsa, onda bucaq sürəti əksinə 4 dəfə nə edəcək? Azalacaq. Doğru cavab A variantı. Növbət testimiz 8-ci testdir. Çeviri üzrə bərabər sürətlə hərəkət edən cisim A nöqtəsindən B nöqtəsinə 0,2 saniyə ərzində gəlir. Onun bucaq sürətini hesablayın. Baxın əziz dostlar, bucağımız bilirik 120 dərəcədir. Fini tapaq. Fini tapmaq üçün nə etmək lazım? Əslində bunun həll üsulları çoxdur. Tənasüblə də tapmaq olar. Yəni, gəlin tənasüblə tapaq, sonra digər üsula baxaq. A nöqtəsindən B nöqtəsinə gəlir, ya döndü. Bu dönmənin neçə saniyələrdir? 0,2. Tənasüb qurmaq da olar. Yəni, 120 dərəcəni bu döndü neçə saniyəyə? 0,2 saniyə. Deməli, 120 dərəcəni 0,2 saniyə dönür. Onda 360 dərəcəni neçə saniyə dönər? Bilmirəm. T saniyə deyək, period. Əgər düz mütənasib asıldır, bura 3 dəfə neynədir? Artdı. Onda burada 3 dəfə artacaq. Onda T bərabərdir. Neçə verdi bizə? 0,6 saniyə. Periodumuz 0,6 saniyədir. Buradan bucaq sürətini də hesablasaq, omega bərabərdir 2 pi bölünsün T düsturuna görə 2 vurulsun 3 bölünsün 0,6. Bu da bizə verəcək 10 radian bölünsün 10 radian bölünsün saniyə olacaq. Yəni bizə belə bir ifadə verəcək. Digər həll üsul nədir? Fini dönmə bucağını təyin eləməkdir. Dönmə bucağını təyin eləmək üçün belə bir düsturdan 180 bölünsün, pi bölünsün 180, üzr istəyirəm. 180 vurulsun nədir? Alfadır. Bu düsturdan yola çıxaraq fi bərabərdir. Pi bölünsün 180 vurulsun 120. Bunlar gedəcək 3-də 2 pi qalacaq. Bizim də düsturumuz omega bərabərdir. Nə idi? Fi bölünsün T'dir. Yəni 3'də 2 vurulsun. Baxırıq. Pi'miz 3'dür. Bölünsün 0,2. Bu 3 ilə bu getdi. 2 ilə 2 getdi. Bizə yenə 10 radian bölünsün saniyə qalacaq. Yəni istənilən halda cavabımız 10 radian bölünsün saniyə olacaq. Davam edək. Növbəti 9-cu testdə deyilir. Çeviri üzrə bərabər sürətlə hərəkət edən cisim A nöqtəsindən B nöqtəsinə 3'də 1 saniyə ərzində gələrsə, onun dövrətmə periodunu saniyə ilə hesablayın. Yenə eyni qaydada A nöqtəsindən B nöqtəsinə 3'də 1 saniyə gəlir. Yəqin ki, bu istiqamətdə gəlmiş olacaq. İndi mən baxıram ki, yenə eyni qaydada fiini tapsaq, 180 bölünsün, bunu biz alfa bölünsün 180,
Üzr istəyirəm. Pi bölünsün 180 vurulsun nədir? Alfadır. Pi bölünsün 180 vurulsun alfamız 60 dərəcədir. Bərabərdir pi bölünsün 3 olacaq. Omega bizdən nəyi soruşur? Dörtmə periyodunu soruşur. Hesablayaq. Omega bərabərdir fi bölünsün t bərabərdir 2 pi bölünsün t-ni. Bərabərliyin bu hissəsini biz bərabərləşdirsək, t bərabər nə olacaq? 2 pi t bölünsün nədir? Fi olacaq. O da bərabərdir. 2 pi t bölünsün nə? 3-də 1 pi. Bu pi'lər ixtisar gedəcək. Bizə neçə qalacaq? 6t. T'miz neçədir? 3-də 1'dir. 6 vurulsun 3-də 1. O da bərabərdir 2 saniyə olacaq. Deməli periyodumuz neçə saniyədir? 2 saniyə. Bunun digər həll üsulu yenə biraz öncə yazdığımız kimi tənasüblə həll üsuludur. Tənasüblə də həll eləmək olar və yaxud da belə dediyim kimi bu üsulla da, yəni bu düstur üsulu ilə də getmək olar. Gəlin indi tənasüblə gedək. Baxırıq 60 dərəcə pi bölünsün 3 tapmışdıq. Yəni 60 dərəcəni neçə saniyə dönür? 3 saniyə dönür. 3-də 1 saniyə dönür. Onda bizə 360'ı neçə saniyə dönəcək? T saniyə. Bax, bu tərəfi neçə dəfə artdı? 6 dəfə artırsa, bu tərəfdə 6 dəfə artmalıdır. Onda t nəyə bərabər olacaq? 6 vurulsun 3-də 1, o da bərabərdir 2 saniyə olacaq. Yəni periyodumuz 2 saniyədir. Yəni həm bu üsulla, yəni riyazi üsulla, həm də nədir? Digər tənasüblə də getmək olar. Hansı uyğundur? O seçim sizin əlinizdədir. Baxaq, 10-cu sualda deyilir. Birincidə deyir 1 il, ikincidə 12 saat, üçüncüdə isə nədir? 24 saat. Saatın saat diaqramı dörtmə periyodudur. Biz bilirik ki, saatın saat diaqramı dörtmə periyodu 12 saatdır. Deməli, bu 2-yə gedəcək. Saatın dəqiqə qrəbin dörtmə periyodudur. Dəqiqə qrəbin dörtmə periyodu 1 saatdır. Burada heç birində deyil. Deməli, B heç birinə getməz. Yerin öz ox ətrafında fırlanma periyodu. Biz bilirik ki, yerin öz ox ətrafında fırlanma periyodu 24 saatdır. O da C bura gedəcək. Yerin günəş ətrafında fırlanma periyodu 1 il və yaxud da 365-66 gündür. D bura gedəcək. Ayın yer ətrafında fırlanma periyodudur. Ayın yer ətrafında fırlanma periyodu, o da burada yoxdur. Elə nə oldu? 1-ə D, 2-ə A, 3-ə isə nədir? C variantı. Deməli, əziz dostlar, bu C variantının sonuncu testi idi. Növbəti test izahı olacaq. Xətti sürət A variantının testləri, yəni xətti sürət mövzusunun A variantının testləri. Həmin video izahda görüşənədək sağ olun, özünüzdən müğayət olun.